Hədisdə var ki, cəmaat görəcək ki, qiyamətdə Allah səbr eləyənlərə nə mükafat verir? Qiyamətdə hamı əlini qaldırıb arzu edəcək ki, kaş dünyada doğulandan ölənə qədər fasiləsiz bizi qayçı ilə doğrayardılar, səbr eləyərdik. Buna razı olacaqlar. Səbrin mükafatını görəndə. Səbr nə qədər mükafata layiq bir xüsusiyyətdir. Bunu görəndə indi deyirik, bu nədir? Pulsuzluqdur. Ah çəkirik, etiraz edirik. Səbrə mükafat görəndə, mən demirəm ki, bir daha deyirəm, səbir azizlik deyil ki, iqtisadi vəziyyəti düzəltməyəsən. Yox, bunlar hamısı üçün çalışmalısan, amma təqdir var, bəzən sıxıntılar var həyatda. Onun mükafatını qiyamətdə görəndə deyirsən, kaş tikə-tikə mənim ömrüm başlayandan axıracan doğrayardılar, dözərdim. Səbrin mükafatı bu ağrını unutturur adamı. Görün nələr verəcək Allah, nə eləyəcək? Onda dünyadayken hələ oraya getməmiş ləzzət alaq, səbir.